Salam dostlar, bugün düz yubqanın ön hissəsində votoçkanın modelləməsi barədə məlumat verəcəm. Düz yubqanı əsasən parça üzərində də çəkmək olur. Yəni kağız üzərində konstruksiyasını çıxarmadan parça üzərində çəkib kəsmək olur. Əgər düz yubqanın ön hissəsində votoçkanın tikilməsini istəmiriksə, o zaman kağız üzərində mütləq çıxarıb votoçkanı modelləyirik. Daha sonra parça üzərində yerləşdirib kəsirik. Bu bizim çanaq xətti nöqtəmizdir. Votoçkanın bu nöqtələrini bu nöqtə ilə düz xəttlə birləşdiririk. Daha sonra bu xətti kəsirik. Kəsdiyimiz bu detalı bu xəttin üzərində yerləşdiririk. Votoçkamızı köçürdüyümüz üçün burada künc əmələ gəlir və bunun altında kağız yerləşdiririk. Bu bizim yan xəttimizdir. Bu nöqtə ilə yan xəttimizi düz xəttlə birləşdiririk. Votoçkanın modelləməsi hazırdır.